Keçdik mikrorayona. 31.000 like, 897.000 izlənmə qəşəng. Eğer sen Davam eləməsi verənsinə yaxşı olur. vade verirsen unutma. Bu cana Ötən bölümlərə daha önce baxmayaq. İndi işte dünən baxmışıq bölümə bir şey. Bu qoş mənə çox tanış gəlib. Dostumun qardaşına oxşuyur. Dostum deyil də iş yoldaşım deyil. söyleme ha. Sardı deyəsən mikrorayon. Ya mən birinci bölümü izləyib bitirəndə onsa dedim ki, izləyərik. Burası yeraltını bitirək yoxsa yox. Orada məcbur Instagramdan səs vermə elədim. Ya bundan sonra 3-cü bölümü bilmirdim bu gün izləyərik. Aynı oldu mənim üçün. Video qurtardı çünki. Bak ne Amma bundan sonra şey olacaq. Instagramda xəbər eləyəcəm əvvəlcədən ki, mikrorayon izləyirik bu gün uşaqlar. Xəbəriniz olsun falan. Ona görə də Instagramı izləmədə qalın. Altdan xətt amil.77. görmüşsün? Nece görmüşsün? Hamısını danış. Ben buradayım. Beş. Görək bu işvərənimiz nə danışacaq? Bufetdəydim. Adili gördüm. Bahar xanımın başı qarışan kimi Quduzdan pulları götürdü. Hücum 8 indi üstünə. Əməliyyat eləyir elə şey olmuyor. Sen sakit ol. Ha, pul zad yoxdur məndə. Ha, nə yalan danışsan, Dola dur. İşte bilirik də cibindən pullar çıxacaq da. Koşuluk eleme. Amma Allah yalan deyir. Ya, mən sən işlədiyin yerdən pul götürərəm heç. İnanmırsa ciblərini yoxlayın. Hı? Nə baxırsan? Sən nə adamsan? Adil. Hə? Halbuki sən elə bilsən mənim əlimə düşməyəsən. Ha bu ne bak? Bu ne danışıq ha? Ben saymırsan. Ha? Ne diyorsan narahat ediyor. Demirsen sen götürmemişsin. Buna ciblerini göster. Amma necə Ay direktor, sən qabağında promo söyüş söyür. Bunun bir cəzası onsuz da olmalıdır da. Yəni bir göstər də o cəzanı bizə. ciblərimi göstərməliyəm? Yakın gel. Ya, pul zad yoxdur məndə. Yakın gel. Yox. Yakın gel. Ha bu ne de? Ha? Yenə anasını baş aşağı elədi. Bahar falan. Ya, Anasını öldürəcək axı. Ha belə. mərhəmətin olsun. Dinmə gözündən çıxma. Danışığıma fikir ver. amma mən fikir verirəm. Dərsdən çıxanda özü gətirdi verdilər. İnanmırsınız, gedin Fəriddən soruşun. Hə də olsa sənin də şahidin Fərid olar. Hani mən neyini, mən yanında başqa adam yox idi da. Əslində sizin qaçırtdığınız bir detal var. Gül gətirdi bir dənə uşaq. Və orada bir selfie oldu. O selfie də mən sizə dediyim pul düşür ki, arxada pul yığırlar falan, bu düşür. Belə bir təəccüblənmə oldu. Əslində bu bir detal idi. O telefona baxılacaq. Günahsız olduqları görünəcək. Baxarsınız. Sən get. Özləm, məktəbdə hamıdan pul yığıblar. Məktəbdə hamıdan pul Uşaqlar yığıblar. deyirlər ki, türməyə göndərilir. Türməyə göndərirlər. Ha? Hə? Ha sizdən fonda pul yığmaq olmur. Siz ona pul göndərirsiniz. Fonda pul yığmaq olmur. Düz birbaşa eve gedirsən. Sağ ol mən. Çoxaldım biraz Bana səsini. bax. Eşidən biləm ki, sən bu uşağı məsələmsən. İncimə məndən. Sən də durarım səni. Onsuz da zona getmək istəyirsən. Hə Bahar xanım. İndi bu nə deməkdir? Hə? Şəhərdən aləmi qatmışsınız bir-birinə ki, pul itib. Nədir? Ana bala, oynuyorsunuz mənə? Bu söz deyirlər də. Danışıqla Yəni. fikir ver, hə. Sən ölsən tüpürərəm hər şeyə. Adil. Hə. Bərəkallah. Nə gözlürdün bala? Bundan sonra bax. Halal olsun. Eşidirsiniz Bahar xanım? Tərbiyə. Çıxın bayrağa. Sən ayağın bir də bu məktəbə dəyməsin. Sənin kimi tərbiyəsiz bir məktəbdə təhsil ola bilməz. Ölümdə təhsil versən axı. Açıq! Çık biz gel. Qaz çıxına bax. Yavaş vur qapını. Nə də bək vurur qapını ki, həqiqətən gedib səndən şikayətçi olsa və sənin oğru olduğun, indi o telefon teması olmasa da, ki normalda onsuz da məncə o təsadüf hər adamın başına gəlməz onsuz da. Nə edəcəksən? Həqiqətən yatacaqsan içəridə. Şurada oğul başı. Sen bunu hissediyorsan düzdür. Bunu təkcə mən hiss eləmirəm, elə deyil. 3 bölümün içində o qadına, anasına çəkdirmədiyi
Əzab qalmadı ye. Benim daha 18 yaşım yoktu. Tecrübeli değilim. Elemende. Bu o uşağın nənəsi də. Nənə əsəbi gəlib, nənə öyrənib bir şeylər. Sadece yavaş yavaş öğreşmeliyim. Nənə birbaşa üstünə gedir. Yox, gedmir. Gedir. Neyinirsən? Klas, danışmaq lazımdır. Xəbər tutublar. Baxarsınız deyəcək ki, uşaq çıxıb testdən. Pensiya köçübmüş. Pensiyada köçüb. 2 ayda alırlar pensiya. Pensiya. Bəs deyirsən 2 ayda yoxdur axı. Mən demirəm, daşqın deyir. Qız vardı orada, o da pensiya çəkirdi. Xahiş elədim ki ondan. Bəs pensiyanı köməklə çəkim. Kartdan. Qız kimdir? Orada da qız vardı da. Amma nəyə yedi? Dedi ki bəs şeydir, kartda pul yoxdur. Pensiyada vaxtında köçür. Bax belə. Bəs biz niyə almırıq? Bəs məsələ də bundadır da. Deyirəm bəlkə daşqın bizdən xəbərsiz köçürüb pulu. Yox. Daşqın elə şey eləməz. Bunda baxda maraqlanmaq. Bu kişi bundan zəhləm gedir. Nə əlaqəsi var? Kişinin ikinci səhnədə görürük. Lazımdır. Ha? Bankdan maraqlanmaq lazımdır deyirəm. Yaxşı. Görürsən, inanmırlar ki, nəvələri oğurluq eləyər. Görürsən, hə? Dur səsini ver onu. Dur. Hecan sən də dərdsən. Başqa seriallarda, başa düşdün mü? Orada kal yaşlı, düşmesen yaşlıdır. Keç otağa. Rahat oldum. Xoşuma gəldi cəmaatın içində. İndi o qadın, bax bu anası sabah necə getsin orada bufetdə işləsin, davam eləsin işinə. Birbaşa adı oğru adına çıxdı. Beni biabır eləməyin. Ona söz demə deyirsən. Ne diyeyim? Deyim ki, əcəb eləmisən, halal olsun mənim oğluma. Mən niyə sən işlədin yerdən pul götürməyə? Necə biabır eləyirsən məni? A sən niyə oğlu var yox o malikə inanırsan? Söhbətin axırında hamı gələcək uşaqdan, oğlandan daha doğrusu üzr istəyəcəklər ki, sən düz imişsən, biz o selifini falan. Nəysə, mən o pişi anladım. Oğul olan məndə anasının boynu yerə soxmazdı. Bircə gündə olsun məsuliyyət hiss eləmədim. Fikirləşmədin ki, anam yazıq gecə gündüz işləyir. Tək başına evi dolandırır. Özü yemir, bizə yedizdirir ki, acından ölməyək. Amma qaqaşın məsələsi bildiyin o yalancı çobana dönüb. Sən kimsən ki, türməyə pul yığırsan, hə? Cəmaat uşağının cibinə 5 manat pul qoyur ki, sən o pulu ondan alıb türməyə göndərəsən? Bu başqa söhbətdir. İndi başqa şeydən danışırıq. Nə başqa söhbətdir? Sən bir dəfə də demirsən ki, bəlkə mənim oğlum doğrudan günahsızdır. Bəlkə bu yetimin doğrudan günahı yoxdur. Oğurluq eləmisən, neysə? Necə görürsən, gedəcək həmin o mafiya kimi indi göstərilən Azik dilirdi də. O qaqaşın yanına gedəcək. Deyəcək ona ki, bəs belə məsələlər oldu. O da deyəcək ki, darıxma, evi sıxma, həll eləyərik. Gedib o telefonu daki şəkli tapacaq. Necə olacaq görürsən? AI tapmayacaq, o tapacaq. Yaxşı eləmiş. Çox maraqlıdır. Heç oxşamadın mənə. Pis rolda başa düşdüm. Oxşadın o Maşennikatova. Atasız olmağımızın günahkarı sənsən də. Nə dedi? Belə deyingən qadından kim qalar ki? Gələ. Səhv deyirlər, hə? Atondan fərqli olaraq mən sizə heç vaxt haram çörək yedizdirməmişəm. Bu şək necəsən? Mənə bir dənə 109 ata bilərsən? Baxın, gəlir səhnə. Hadi. Alsana verirsen. Qardaşımsan, sən niyə öldü, hə? Bir de gidiyor neredin? Qardaşımsan, sən niyə öldü, hə? Necəyim mən? Allah get o tərəfə də bırak qardaşımsan. Allah hara geyirsən? Tomatın maşınına. Bəli, düş aşağı. Biraz lazım. Nə var? Bırak görüm onu.
Sənə dedilər ki, o uşaq bir şey olsa yaxşı olmayacaqsan axırın və polisə düşəcəksən. Mesela sen öldün bana. Hadi ya. Allah bırak. Öldü da öldü bırak. Nə öldü? Saçda tutuyorsun. Getdikcə məsələn sən nə edirsən sən? Gedib bir polisə verəcək dəlisən, hə? Ara vursan ha? Sən nə edirsən? Ara vursan. Ha nə edirsən sən deyirəm? Başın xarab. Gələ. Bir dənə sakitlik sən deyirəm. Fərid, mən gedirəm. Gəlmə mənim arxamdan. Eşitdin mən bura. Gəlmə Nə arxamdan. edəcəksən? Heç ona getdin yerə denən də mənə. Hadi! Onun bu yolda əziyyəti çox olur. Başa düşmədim. Nə demək istəyirsən? İndi başımız qarışdı dostumuzun yasına, ailəsinə. Amma elə bilmə də, heç nədən xəbərimiz yoxdur. Allah hədədi qutar. Aha, qarşı tərəfin mafiyası gəldi ya. Qarşı mikrorayon. Hamımız çox yaxşı bilirik ki, Rüfətin başı üçün dördü. Nadiri vursun. Ölən tərəfin qohumları. Deyir ki, bilirəm sən eləmisən. Gedib deyəsən başsız qalmısan. Fərqi nədir Nadiri kim öldürüb? Vurulmalıydı, vuruldu da. Özünü hörmət edən oğlan o söyüş söyməzdi. Belli ki, sən özün olsaydın neyin yerdin? Nə də var yox söhbət gedir. Onun söhbət gedir. Nadir öləsə oğlan deyildi. Öldü də indi. Neynəmək olar? Başqa deyəcəyin yoxdursa, bizim söhbətimiz var. O bir qaqaş bildiyim mematidir. Ortadakı. Gəldi. Hazır bu əsəbi gəlib. Söhbətin ortasına gəldi. Bizim axı söhbətimiz var. Hə, uşaq. Yolun azmısan? Nə olub Adil? Nəsə çətinliyin var? Fəridlə həmişə sizin yanınızda olmaq istəmişim. Bunun üçün də nə lazımdırsa eləyə bilərəm. Neyinə bilərsən? Fərid də sal cizbiyə özündə. Söz. Adam öldürə bilərsən. Yaxşı, zarafat edirəm. Niyə burada olmaq istəyirsən? Prinsiplərimizə indi. Hələ ki bunların bu Azik tərəfini cəmsi 2 nəfər, 3 nəfər görmüş. Ya 4 nəfər görmüşük, biri getdi türməyə. Mənə heç vaxt yol göstərən olmur. Qaqaşım, sən elə uşaqsan. Bu həyat qıraqdan göründüyü kimi rahat deyil. Fikrim dəqiqdir. İndi hər fikir dəqiq oluna biz də bura verməliyik. Salam, salam. Xoş Mən gəlmisiniz. hamı kimi deyiləm. Sizi Mən səni çıxmır. fərqləndirəm. Qorxur ha bunlardan. Get cavabın tabanda gələrsən. Eşitmədi? Davay, tərpən burada. Heç yerə getmirəm. Özün dedin axı nə vaxt lazım olsa gələ bilərsən. Ya paçam, baş beynimi xarab eləmə, onsuz da əsəbiyəm. Kazım, Sıvaldım uşaq. gözlə. Otur görüm. Onun sözü ilə vurdu ona. Nə vaxt lazım olsa gələ bilərsən. O deyəcək ki, nə lazımdır, nə oldu? Başa düşdü ki, nəsə bir sıxıntı var. Biz izləmədən çox analiz edirik. Xoş olsun. Yenə gəldi də bu. Necəsən? Necəsən? Tanışırıq. Necəsən? Tanışıq. Sabiri görməmişsən? Yola görməmişəm. Nəsə lazım idi? Ya elə belə. Satacaq indi buna. Sabirin dostu ya. Qəşəng bir şey var, istəmirsən?
Neçə vaxt sən izləyirəm. Talkov olan oxşuyursan. Yazmışım. Pul qazanmaq istəyirsən. Ha, mənim işləməyə vaxtım yoxdur. Hazırlığa gedirəm. Əlbəş, bu hazırlığa niyə gedirsiniz? Ay necəsə. Bu universitetə girmək üçün, düzdür? Spoiler vereyim. Yox. Ha, sağ ol. Bu universitetə niyə girirsən? Pul qazanmaq üçün. Qardaşın sən asan yolla öyrətsin də pul qazanmaq. Nə oldu, çox sağ ol, istəmə. Sənin nə işin var burada? Qoqaşımla söhbət edin, nə var ya burada? Sən bayaq demədilər burada bura gəlmə, hə? Ha, o səndən başqa deyən yox. Bura mənim məhəlləmdir, harada yanmalım? Biz get. Görüşər İdris. Sırtıq adamsan sən, hə? Kollega. Kollega. Bayaq söhbətimiz yarımçıq qaldı ya, hə? Söhbət elə yarımçıq qalsa yaxşıdır. Bir dənə uzaqdan qoyub vəssam yaxınlaşdır da arasına. Dəhşət. Yaxınlaşdırdın. Belə yaxınlaşdırmağı demirəm də, yəni o insan üzünə də, yəni. Nə var ya burada? Bilirəm, düzdür, çox Ailəmin zəhmətli olur. ikinci bir deşik. Amma yaxşı olur. Getdin, çatdırdın, gəldin. Elə bil ki, xoşda işləyir. Həqiqətən belə insanlar var, əsəb oluram. İdris düşmə baxa. Mənim qardaşım, sənin gələcəyin elə qabaqdadır. Bu yaşda gərək atdığın hər addımı 100 dəfə fikirləşəsən. Sonra gec ola bilər. Kim çatır? Özü ki, bu iqra deyil ki, burada yol seçəsən. Bu yolu gedənlər belə doğulurlar. Bayaq sən gələndə gördüm ki, nəyəsə əsəbisən. Tanımısan, gedirsən. Zarafasız bariqalar... Yaxıcam. Bu yol. Zarafasız bariqalığı insanlara niyə çox rahat bir iş olaraq təbliğ edirlər hər kinoda? Səhnələr məndə gecikir. Necə yəni məndə gecikir? Yox, o şeydir. Var eləcə göstərilir. Yəni keçmədən elə bir ki, o var da, yəni eləcə şeylər edirlər. Pis də olmur. Prosta biraz uzun saxlayıblar. Tüpürcəyini tüpürün ağzından çıxana kimi göstərirlər. Bariqalığı insanlara bu qədər rahat göstərməkləri düzdür, qatılıram. Yəni, var belə şeylər, amma daha gizlindir. Daha gizlin olduğunu düşünmürlər. Deyirlər ki, gəlib promoya beləsinə mənə yaxınlaşır. Mən də bilərəm də, biraz əslində belə bir söhbət də var. Bu qədər açıq-aşkar yaxınlaşmazlar deyir. Daha doğrusu bu qədər açıq-aşkar kinodakı kimi yaxınlaşarlar deyir. Daha gizlin bir şəkildə yaxınlaşıb, yəni daha çox sənə kömək eləyib sonra birdən səndən nəsə istəməklərini göstərmir çox. Çünki o qədər uzun qalmır da seriallar. Azərbaycanda qala bilmir. Yəni ona görə ən azından 12 bölümlük də düzdür bu. 12 bölümdə nəsə bir şey çatdırıbsa, o da yaxşıdır. Bir dəfə uduz. Yavaş-yavaş. İkinci şans heç kimə verilmir. Başa düşürsən mən? Hər şey yaxşı gedir, izləyirik. O da düz. Hər şey göz almışam. Bayaq sənə sual verdim. Onun cavabını axtarma. Özümü tapmışam. Sənə fərq eləyən sənin tərsliyin. Bir nəfərdə çox saxlayırlar. Tez-tez dəyişilməlidir əslində. Sayxanamı tanıyırsan? Məncə. Sabah gələrsən. Yaxşı. Fərid də gətir. Fərid də düşdü zibilə. Gələ bilərəm. Çox qaqaşın düzü buradadır yəni. Qaqaş, nə edirsən sən? Yanımızda olsalar yaxşıdır. Gördün? Yəni bir şey deyəcəm uşaqlar. Bu qaqaş var bu. Birisi kimə oxşuyur? O birisi kinoda şey var idi, bir dənə xanım var idi. Nə idi o kinonun adı? Müəllimələr var idi, uşaqlar çəkirdi. Domino daşlarını da çəkmişdilər. Yaramaz uşaqlar idi, nə idi? Vətəndaş A. Qoyun vətəndaş A. Azərbaycan məktəb kino. Çılğın sinif. Burada bir dənə qadın var idi, müəllimə. Bu. Buna oxşamır. Onun qədər ət tökən film. Bir bölüm zad baxmışdıq biz.
Oxşamırlar. Elə bacı qardaşdılar. Yoxsa mənə elə gəlir. İlk gördüyüm dəqiqədən bu xanım mənim ağlıma gəlir. Çox az. Bir ikisi yan baxır. Yaxşı fikirləşin. Davam edək. Qaqaş, neynirsən sən? Firad təsdiqdir. Hə, vətəndaşa. O qədər izləyirsən məni. Mən vətəndaş A izləmişəm. Yanımızda olsalar yaxşıdır da, sabah bir gün bizim birindən söhbətimiz düşər. Vurarıq eləyərik, bizim yerimizə getsin türməyə. Ayıb olsun Fira. Linçliyirik sən. Gelmişdim Azikgilin yanına. Azıqçının yanına? Niyə, nə deyir? İşte. Bir Fərdi də götürüb gələrsən çayxanaya. Məzələnsən, hə? Sən Demir daha Fəridin adını mən vermişəm. Hə. Sözü deyil. Tren gəlməyəcək. Evdən qardaşı zəng eləmişdi. Bahar xalaydı. Yox, Azər. Elə sevindilər, elə bir milyoner olublar. Getmirsən evə? Dolaşmısan Bahar xalayla? Baxmısan buna? Mikroyuna. Harda qalasan? Vəsə qaldı bunlarda. Gəl. Hə. Tez elə də, gəl. Axşamınız xeyir, gün əhval. Axşamın xeyir bala. Necəsən? Sağ olun, siz necəsiz? Sağ ol. Bahar necədir? Şükür, çox sağ olun. Pek yaxşı olsun. Tək siz yaxşı olun. Bir dənə otağa. Keç otağa gəlirəm. Anasına işlə söyləmədi ya. Adil qalsınlar burada. Niyə? Bir günlük qalsınlar. Niyə, nə olub? Niyə bizdə qalır ki? Evə gedə bilmirdi onun üçün. Niyə gedə bilmir evə? Bilmirəm də uzun söhbətdir. Göndər getsin evlərinə, nigaran qalarlar. Güya getsə Bahar qovacaq onu. İstəmir də, nə deyim gəlmə. Başımız oyun açırsan da. Sağ ol, bir gün qalsın. Sabah bir şey fikirləşəcəm, yaxşı? Nereydi? Qardaşım, mama nə tərs evində deyir. Nə yaxşı gətirmisən Adili? Bir şey yoxdur. Yox, Allah bilir hansı tində vurur. Adil oğlum açsan, yemək yeyirsən. Yox, Günay xala, çox sağ olun. Əziyyət çəkməyin. Ölür ağzından. Nə əziyyət, mama acıdır. Ay, vallahi Allah acı haqq ölür elə. ağzından. Ölür ağzından. Özüm cama televiziya izləmişəm zaten. Şey neçənci dəfədir. Gətirirəm, gətir. Yəni, bu arada dediyim senari çıxacaq onsuz da görəcəksiniz. O telefon gülcü söhbəti çıxacaq burada, baxarsınız. Öz rahat ol, öz evin. Yox, eləmə, nə Onu məsələn düzdür, sabahdan sən Çarəsizlik. Bizi sahib eləməyəsən ona görə. Mən uşaqlıqda bu arada əskər gedənə qədər deyim, hansı evə qonaq gedirdim, dayımgil olsun, əmimgil olsun da, yəni bildiyim, yəni onlar da ailəmizdir də, yəni əmimdir, dayımdır da, ailə söhbəti oddan onsuz da. Çay belə içmirdim. Yeməyi demirəm də heç. Yəni çay belə içmirdim. O dərəcə asosiallığım var idi. Neçənci bölümdə 3-dəyik, spoiler verməyin zəhmət olmasın. Arabda sən də oradasan. Nə telefon söhbəti, sən de deyəcəm düzdür ya yox. Desən düzdür ya yox, o spoiler aldıq da. Mən deyirəm ki, bölümün əvvəlində dedim, amma siz deməyin də düzdür ya yox. Biz izləyə görək. Adilin cibindən ki pul çıxdı deyə, o pulu ona verdiyi anda əslində Gül əlində selfie çəkdi uşağın yanında bir müəllimə. Arxada pul verildi, göründü. Mən də dedim ki, görülür bu. TikTok donur. Niyə donur? Nəş donur? Maraqlı situasiyadır. Niyə donur o TikTok? Qələt edir o. Fikir bildirmək istəmirəm. Donmur. İnternet problemi ola bilər. Səndən. İndi sonradan uşaqları da asta-asta apararıq. Daşqın İdrisi. 100% bilirəm. Daşqın bilmirəm, İdris aparsa Vüsal abi bizi zıracaq səni.
Mən bilmirəm niyə tox olanda belə nənəgilə gedəndə sadəcə tox olsam belə hər şey yeyirəm səbəbsiz yerə. Əlinin dadı yəqin yaxşıdır. 50 manat ödəyirəm ayda internetə. Çox ödəyirsən, e? Mən telefon qarışıq 27 manat 35 qəpik ödəyirəm. 500 megabit alıram. Ya sözdə 100-dür amma 500 verirlər bizə. Mən birazdan çıxacağam ha. Sən də bu serialda kimin atasıdır? Gecə yol gedərlər, səhər gedərsən. Gedim görüm nə edirəm. Özün bilərsən necə məsləhətdir. İdrislə danışdın. Danışdım. Səhər kitablarını axtarırdı. Dedim mən götürmüşəm. Misal, belə eləmədi. Bax, oxuduğun da oxumayacaq ha. Qələt eləyir, öz başınadır. Sən o işləri qarışma. Telefonu məncə ləğv elə. Əvvəl məndə də telefon idi. Ləğv elədim, boşu-boşunadır. İdrisindir, yox. Bariqa gəlib iş təklif et. Bildim deməsəydiniz olardı da. Hocam Özün məşğul olacaq. necə yəni telefon ləğv? Onu anlamadım. Şey deyirsən, qonaq gedəndə, onu deyirsənsə, mənim vaxtımda telefon knopkalı falan idi əlimizdə. Hə, internet. Evdə işləşdirdim. Varındı ki. Yaxşı ki, məmnun deyilsən. Nə? Heç. Nuş olsun. Deyəsən çox bərk idi. Bu qızın da məsələsi çıxacaq baxarsınız. Alo. Yox, interneti deyirəm, demirsən. Bildim. Alo Bahar, salam. Necəsən? Biraz geç çatdım ona. Bahar. Zəng elədim deyim ki, Adil bizdədir. Doğrudan? Onda dinəndə gəlsin. Narahat olma, qoy bugün qalsın, sabah gələr. Yaxşı bacı? Yaxşı. Oldu. Çox sağ ol Günay. Xəbəri verdi. Bizdə qalacaq. Bizdə qalacaq. Başa düşmədim. Hanı o? Nə? Çarsan ay qız. Birinci Hə. Oğlunu çırpıb. danışığınıza fikir verin. İkincisi xeyir ola gecənin bu vaxtı. Nə məsələdir? Bilirsən mənim uşağımı nə günə qoyub o qansız? O əlimə düşsün. Onu mən tikə-tikə eləyəcəm. Çağır onu bura. Yoxdur evdə. Yalan deyirsən. Hanım yoxdur, zəng vurun, çağırın gəlsin. Sən banditin anasına xanım deyirsən. Hey! Danışığınıza fikir verin. Dedim axı evdə yoxdur. Çıxın mənim evimdən, yoxsa indi polis çağıracağam. Ay qız, polisi biz çağırmalıyıq, sən yox. Görərsən də indi mən nə edəcəm. Axı əvvəl gəlib düşəcək də əlimə. Onu mən tutturmasam, mənə də Dilarə deməsinlər. Görərsən indi. Başa düşdü ki, döyüb onu. Akşin gəl. Qaqa, sən baxmısan, soxursan bizə, özüm ölüm. Nə edim mən? Uca 5-ci teoriyada təxmin deyilən nöqtə atış vursan. Biraz mən Game of Thrones zadı izləmişəm. O görə mənə belə şeylərdə biraz tez anlayıram. Gəl gedək. Banditin anası elə belə danışır. Görərsən mən onun başına nə oynatacağam. Xanımlar Tək bunda da Netflix-də zətdə tutsun. olmayın. Hashtag reklam deyil. Polisə verməyəcək. Niyə dedi xanımlar rahat olmayın, polisə verməyəcəyik? Ya işverən dedik mənasında, amma uşağın ölür orada, qan içindədir. Ölmür. Dedin qızın temaları olacaq. Onu deyirəm, bu nə deyə pik atış. Gördükdə də motosiklet fırlanırdı orada. Nə olub be? Birinci bölümün döyüş səhnəsi ona görə başlayır. Sabir. Yeməyi bişirib qoymuşam, ajanda qızdırıyı. Maman işə gedirsən abi. Çıxanda xəbərlə gəlin götürüm səni. Niyə? Gecə tək gəlmədən. Birinci dəfədir be. Mən həmişə gecə çıxıram da usta. Elə ona görə deyirəm də mən də. Bilmirəm kimsə nə deyib, nə eşitmişsə. Amma bağlayaq da bu söhbətə, hə? Özüm narahat oluram. Narahat ol. Ajanda yeməyi qızdırıyı. Ağıl ol. Aga be, Sabir də qazan qapağına oxşayır. Anası da şübhə salır uşağa.
Şübhə salır uşağa. Da bundan artıq nə şübhə salsın? Özü keçən dəfə dedi də anlayıram. Gözləri dolmuşdu. Gidəcək bir gün anasını. Üçüncü də o içirəm. Kimsə piyandı gəlib yapışacaq buna. İndi tərpədir ha. Bu canı yanmış. Günü-gündən gözəl. Qaqaşdakı rahatçılığa bax cırılıram. Sana da günüvə 200 mat versələr belə gözəlləşərsən. Yaxşı. Öyrənilib qiymət. Belə deyirlər. Vermə. Vermərəm. Görürsən deyirəm, biraz geriyə. Sən ağzı gün riskit qıylasın. O baxmadan. Sağdakı şeydir ya. Şəhid ailəsinə endirim eləməyən. Necəsən brat? Yaxşı yayım. Şükür, sən necəsən? Təşəkkürlər. Qonşudur. Sən öyləyəm, sabahlar söhbət açacam. Qonşuya özəl endirim, qazilərə endirim. Endirim yoxdur, inanın mənə. Gör nə yürürsən. Bir şey alınsa mənə də xəbər elə. Bəsdir, öldürmüsən sən də. Qoy bir siftə eləyim. Heç qutar da, öldüm ki burada. Səhər tezdən mala getməliyim. Yaxşı, getdim. Sən də öldürürüm də, mala gedirəm. Səviyyəsizlər. Mənə də xəbər eləyəsən. Yaxşı da iç qutar da ban yiyəcəm indi TikTokdan. Bu da vurulub ha. Skoşlanıb. Başlamış. Bilirəm. Murat həyəcan var. Nə? Həyəcan nədir? O həyəcan da o sabahdan Azikgilin yanındayıq axı. Mışır ey. Belə də, nə bilim. Elə bir su içir. Su dansdan. Murat sən o qrupa girdik. Ondan sonra Aman Allahım, kuruğu dairə olaraq çevirmədilər. Mən bu bölümləri necə izləyəcəm? sonra hamı bizə hörmət edəcək. Pis-psə bax. Hörməti kiməsə nəyəsə görə eləmirlər. Yorumlarda çeviriblər laf. Səhvim var. Spoiler yiyeceğim. Biri yazıb eləyər nəsə. Hörmətin 80% qorxudan yaranır. Yaxşı da sən də. Elə deyil. Səhv deyil, amma 80% biraz çox olur. Hörmət istəyirsənsə, gələ özün olasan. Düz, sözü bütöv, dedin necə? Keçən dəfə olmuş da belə bir söhbət, kuruq yox dairə. Qorxudan yaranan şey hörmət deyil də, itayətdir. Bunu da sən kim deyir? Akademik Fərd Allahverdiyev, tak что? Biz o kuruqsuz da nə idik? Hörmətli idik. Yenə çevirmədilər. Allah get. İncə detal görürsünüz, qonağı yuxarıda yatızdırır. Yatı hamısı boş-boş şeylərdir. Biraz çox döydü qapını. Yəni ki, bu çox uzun döymək şeydir. Qaqaşın adı Rüfət idi də. Yəni Rüfət çıx bayıra bir dənə. Konsert başladı. Uzun. Ala yox, atası gəlib. Demək bu anasından qorxmur da hörmət eləmək şən günüm. Demək bu anasından qorxmur da hörmət eləmək şən günüm. Ana dedim kişinin salın yerinə də. Ağzın da bağ ya. Gəldim. Qapı biraz nizamlı döyülür ha. İçkili döyüşü deyil bu. Deyəsən bilirlər Adil burdadır, bura gəliblər. Yox, atasıymış. Daha tutuzdura bilmədik. Ata sözü qapını bağlayır. İçməyib. Ölçüb. Bezdim edemeydi. Qapını bir dəfə döyən kimi açın da. Startda da yanacaq. Yatmır. Yox, səhv başa düşdün. Adil deyir ki, onların kurğunda olsaq hamı bizə hörmət edəcək. Fərid də Fərid də deyir ki, onlarla fırlananda qazandığımız hörmət qorxudan yaranan hörmət olacaq. Düzdür, amma qorxudan yaranan hörmət söhbəti olsa həmişə var idi. Ya 80% deyil də sadəcə. Amma var. Qorxu mütləq olmalıdır.
Çox boşluğun hörməti yaxşı getmiş. Boşluqda nə edeyim? Ay belim. Qələt elə yatmışdım. Ananı. İtaət söhbətə mən də qatılam ha bu. Birinin cəmaatın arvadı qapının ağzında dayanır. Amma öz anasına hörmət eləyərək də sən onsuz da evindəki hörməti qaldırmış olursan. Öz evində hörməti, tərbiyəni düzgün çölə nümayiş etdirə bilən insan hər kəsin yanında hörmətlidir. Bilən də onun qabili. Boşluqdan yaranan hörmət bir müddət sonra heç nə olur. Əlbəttə. Nə deyirsən? Ona görə də biraz itaət. Sikər söhbət edə. Alqışlayıram. Çox sağ ol, çox sağ ol. Amma bildiyin yəni anlıq tulladım da sonra. Şey olsa ki bu Şəngülüm anası. Sən niyə cəmaata Şəngülüm deyirsən? İkisini gözləyib. Bizdən balacadılar. Səndən mi balaca zat deyirlər? Bizimki kəlləni atıb yatır. Adam özü ilə böyüdü danışır, dikdə oturur. Tamam. Onu harada görmüsən? Ay. TikTokda. Nədir? Qarşısında. Bilən də onun qabiləsində zakuska. İkisini gözləyib bizimki kəlləni atıb yatır. Onu harada görmüsən? TikTokda. Gələn səfər eləyərək, narahat olma. Mənə yola vermə. Geç. Çək edəsən, sağlam yermə. Ver nəfər, nə olur? Verdi, qurban olum, verdi. Təyyarələr oynanılır. İncə mesaj başa düşdüm. Özü vur tut, məndən yaşıl olar. Bilmirəm. Yüngülvarı lomkaya düşməyə başlayıb. Onca düşmüşdü də. Evdə bunun üstünə göz qoyublar. Kimisə cibindən nəsə oğrayacaq. Yoxsa özü bayra çıxır. Bu bölüm bitəndə, daha doğrusu ikinci bölüm bitəndə bu Azikgilin məkanına getməmişdi. Elə bir söhbət də var idi. Nə oldu o söhbət? Niyə o boşluqda qaldı? Böyük ehtimal tamamlayarlar. Qaqam senaryoda Volheki var. Belindən telefonla olduğunu görür. Sözlərdən tutdum da mən. Azikgilin məkanına getməyə baxır. Valla ikinci bölümün sonunda mən elə bir şey gördüm axı əlində dəftər falan. Bilməm, indi görərik də. Kurtka da onun kurtkası idi. Bu değil. Onu da kurtkayı izən buna oxşuyursa, nə bilim. Aha. Cibimdən pul oğurursan, oğurur. Hə? Deyəsən bir remen çıxarılacaq oradan. Qalx düzüm. Fərid. Ay Fərid. Fərid durun, məktəbə gecikirsiniz. Hə? Bala dur, məktəbə gecikəcəksiniz. İkinci dərsə gedəcəm. Yox, üçə get. İkinci dərs, bəs Leylanı kim aparacaq? Abdullah qardaşım. Bu vaxtda dərsin yolusun. Getmirsənsə Bahardan xahiş edeyim. Tez. Həqiqətən getməyib. Qonşunun anası ilə göndərdi. Onsuz da gecikməsiz. Qonşunun anası dediyimiz də Adildir. Amma Adil özü də yatıb orada. Bu
Fərdə ürəyim ağrıyır, Şəngülün də nasıl edir? Şəngülün də nədir? Barxanım salam. Salam. Yaqub Aha, şəkil teması gəlir, izləyin. müəllim dedi ki, məktəbə gələndə birinci mənim otağıma Demək. gəlsin. Niyə, nəsə olub? Bilmirəm, xəbərim yoxdur. Buyurun gedək. Yaxşı. Bu idi də. Dur görmə. Fərdə ürəyim ağrıyır. Niyə getmirsən məktəbə? Məktəbə? Hə. Dur, davay, tez elə. Tez. Bu vəziyyətdə Getdim məktəbə. necə gedim? Bu vəziyyətdə necə gedim? Ne olub hə vəziyyətinə? Gül kimisən? Götür burada nə zirzibilim var ala. Götür, getdim məktəbə. Kompüter elə götürməmisən? 2 günə götürəcəm. Qələt eləyirsən, 2 günə götürəcəksən. Satmısan yəqin, hə? Görəcəyik də, eybi yox, görəcəyik. Üzübü. Budur yenə. Niyə getmir məktəbə? Görmürsən nə gündə düzü gözü. Nə olub üz gözünə? Davay, getdim məktəbə, tez elə. Sən get işə gecikərsən mən onu yola Gözləyirəm, getsin sonra gedəcəm. Get. Nənəsə əgər görmürsən nə gündədir üzü deyirsə, gecə döyüldüyündən hamısının xəbəri var bütün evin və hətta o bütün gecəni ağlayaraq yatıb. Davay, tez elə. Şoka düşmədi çünki. Bu dayıda çox qəşəng oynayır. Dur. Aynen bir şey dinlədim, mən belə necə gedim? Otur söz deyə bilirəm ki, razılaşmayacaq da. Get 2 dərs otur gələrsən. İstəmirəm axı. Tekin tez elə. Olar Yaqub mənim. Yəqin ki məktəbdə görəcəyik uşağın üzünü. Hə, gəl. Xəbərsiz kimi çıxmasan aç telefonuna bax. Üzr istəyirəm. İndicə hansı üzlə gəlirsən sən bura? Sizə kimlik burada işləyə bilər? Başa düşmədim. Mən Azərbaycan dilini danışıram. Biz aldadan, məktəbi bu vəziyyətdə qoyanadan bizə lazım deyil. Siz fikirləşdiyiniz kimi deyil Yaqub müəllim. Mənim xəbərim yox idi. Belə şey. Əsəbləşirəm də belə şey görəndə. Bir gəl üzr istə, bir xahiş elə. Sən baxmısan yüz soru. Durub deyirsən ki, mənim xəbərim yox idi. Niyə inanmırsınız axı? Niyə inanmırsınız axı? Baxarsınız o uşaqdan, o Adildən hamısı üzr istəyəcək. Direktor istəyər istəməz bilmirəm. Bir anası falan üzr istəyəcək. Günahsız çıxacaq axı. 200 manat oğlumuzun cibindən çıxmadı. Mən də elə gəlirdiniz də. Nə olar? Mən də Bakı təhsilə şikayət edəcəm. Eləməyin, nə olar. Məndən başqa evə çörək pulu aparan yoxdur. Uşaqlarım da balacadır. Adil böyüyüb də. Daha zona yox, evə pul yox. Mən onu danladım. Vallahi danladım. Həqiqi dublaş Mən səsidir. bu işə çox ehtiyacım var. Tək qadınam. Vallahi görürsünüz məni. Görürsünüz vallahi, görməyin də. Dayı danışır, mən dayını görmək istəyirəm. Gedin. Yazım gəldi adından sonra. Əlbəttə yazımız gələcək. 3 bölümdür da, başı aşağıdır. Yuxarı qalxmır bu qadın başı. Bu arada full drama olsa mən baxmaram ha bu mikro oyuna. Bir yerdə düzələcəyini görürəm çünki. Hiss edirəm. Adı bu xanımdır. Çaşdıq biz. Mavi də bu idi. Bu. Hətta eyni gündə çəkilib deyəsən. Barxanım, Telefon da əlindədir. yaxşısınız? Var xanım, mən telefonumda belə bir şey gördüm. Arkada pul verirdilər. Bir yaran qaldım. Bu deyəsən pul yığır falan. O niyyətlə deyiləcək ki, "A, düz deyir." Stop. Çox saxladıq ha videonu. Ayıbdır. Full dramdır. Hələ təzədir. Açılaşacaq bir yerdən sonra söyləyəm. Girdi müdürün yanına.
Aga be. Səhv işləyiblər buranı. Tək bir yerdə yəni ağlayır da. O gərək hamının qarşısında ağlayardı və Adil bunu görərdi. Dram onda idi. Ağlama xala, Adil əlim yanında saat yetsin. Bahar xanıma nə olub bilmirsən? Bakı təhsilə şikayət edirlər də ondan. Niyə? Eşitməmisən, xəbərin yoxdur. Yoxdur ki, Oğlanla soruşurdu. birləşib bufetdən pul oğurlayıblar. Sonra düşüb ortalığa ki, bəs pul kimsə götürüb. Bahar xanım elə şey eləməz axı. Fakt eləyib də. O Malik var ya, 11A-da oxuyan rus dilli uşaq. Bax o görüb pul götürəndə. Sabah saat 9-da yes dərsim var. Xaricə gedirsiniz. Sən Oralar. Amma dərs deyil, nə oldu? vaxt getmir. O uşaqlar sənə xeyir yağmır. Bəlkə mən getməyim. Niyə getmirsən? Dedilər Fərid də gətirir. İndi sənin deyib, də mənə deməyib ki. Ayrı adamlarıq biz. Bunun təzə qonşular gəlir. Aha. Kömək eləyə. Təzə qız gəlib. Çukur qızlar köçdülər bizim məhəlləmizə. Hələ bir il var, bir şey var. Bilmək olmaz. Yaxşıdır. İndən seçmisənsə hansı ölkə olacağını, lap yaxşı. Deyir də. Aycan salam əleykum. İxtisas seç əvvəlcə özümə. Bax, sən baxmısan. Əleyküm salam. Kömək lazımdır. Yox, narahat olmayın, adamımız var. Doy biz adamıq da, nə var ki burada, həm də qonşu yox. Yox, əziyyət çəkmiyor. Burada bir dənə ağır şkaf qalıb. Onu da sizin gücünüz satmaz. Elə danışsan gözümüz idmançı uşaqlarıq da. Nə deyirəm ki? Onda gəlin bir yerdə kömək eləyəcək Ola bu şey deyil, faytoncu naziri. düşürdək də. Əminəm, amma sübut edir. Narahat olma da. Deyil, böyük ehtimal, amma çox oxşur. Dırılmaş Fərid. Çəkək. Tərə. Yavaş, yavaş, yavaş. Asla yavaş. Valla mən düzdür, bunlar kimi də yaşım az deyil. Yaşım da ucu biraz çoxalıb. Əlavə olaraq da yəni bir uşaq arabasını belə qaldırıb o metroya girirlər də bu arada. Biz sizə yəqin ki, uşaq arabası ilə girənlər olur. Pilləkənlər də çoxdur, məsələn, kör oldu zətdə. Pakistanlı biri mənə deyir ki, sən kömək edə də mənə. Mənim də əlim, biləyim pisdir də, indi bilirsiniz, bilənlər var. Qaldıra bilməm, deyirəm, olmaz da, edə bilmirəm. Çox pis oluram o şey deyəndə. Bir də qarğış eləmişdi həmin gün deyəsən olmayla. Getdim, bütün işim pis gəldi. Yavaş, yavaş, yavaş. Fırlat. Hansı tərəfə? Fırlat sola. Belə? Ehtiyatlı olun ha. Narahat olma. Hadi fırlat da. Balaca şkafdır. Neyinə düz ha? Neyinə düz? Təpə özə deyilsin yaxşılığımız. Mən dedim, həqiqətən kömək eləyərlər, bir qızla baxışma falan filan olar. Buladı uzay sözdə ye. O şey, bir dənə kino var idi ye. Əli bala. Neydi o? Yadımdan çıxdı. Amma şəxsi sualdır, cavablamasan başa düşərik. Evlənməyi fikirləşirsən. Səncə mənim neçə yaşım var? Və yeni bir izləyicisən. Səncə mənim neçə yaşım var? Elə danışsan ki, şkafdır, indi nə üçün indi düzəltdib gətirək. Fikirləşən bu arada. Buzu fikirləşən. Sən bilirsən bunun nə qədər qiyməti var? 23-24 maksimum. Yaxşı fikirləş. Hadi oldu da, qəsd eləmədik ki. Sən də gəl düş aşağı. Düş aşağı. Kömək eləyənlərə bax ki nə. Dayı, niyə belə danışsan? Bir nə var? Yoxsa cəhənnəm olur buradan. Cəhənnəm olur. Yəni, dağıdıb tökmüsünüz də, yəni ki, o əsəbi bir şəkildə beləncə reaksiyalar verə bilər. İndi çox yaşlı deyil, amma yaşlı kimi biz düşünək. Nə olub? Məsələn ki, 27-28, yox 24. Görmürsən qızım nə günə qoydular? Bunlar elədi? Bunlar elədi. Bunlar elədi. Göy kişilər mənə yaxşılıq eləyəcəklər. Hadi oldu da kömək eləyirdik də. Ehtiyac yoxdur. İndi qız şeydir də, mən başlıyorum. 24-dür, 25. Sənə nə var? İş verənə bax bir dənə.
Ortasını tuzduramam. Şkafa görə narahat olmayın, ha, düzəldərik, həll edərik. Ehtiyac yoxdur dedim. Yox, sən səhv dedin. 24 maksimum yazmısan. 24 6 falan. Götür Fərid. Toxunma. Hadi biz eləməmişik, biz də düzəltdirəcəyik də. Açı. Deyilmədi, sizə çıxın gedin. Yo, yəni də yaxşı tuzdurmusan ha bu arada. Mən normalda nə deyim? Ha, Instagram. Neysə. Mən normalda yəni mənim 19 yaşım, yox 20 yaşım olandan mənə 27 yaş falan veriblər. Robot deyiləm TikTok. Çıxın, gedin də. Lazım da görsün bizə yaxşılığınız, kömək eləyirsiniz. Ya Fərid, cəmaata yaxşılığı yox deyə. Gördük. Mahnını da verdi. Sən nəyə baxırsan? Çıx get də. Gəl. Həqiqətən nəyə baxırsan? Bir də yolu da səhv gedirsiniz. O tərəfə gedirsiniz, bu tərəfə qayıdırsınız. Keçmiş olsun. Keçmiş olsun. Şkaf sat boş şey deyə əsas qəlbimiz durulmaz. Sən qazanır bilirəm. Tamam. Malik. Bir dəqiqə. Qız deyəsən onda belə çıxır ki, Maliki çağıracaq deyəcək ki, get özün öz zibilini etiraf elə, məndə sübut var. Malik. Bura gəl bir dəqiqə. Bu arada qız bunu eləsə ultra gözümdə qalxar ha bu qız. Heç kimə bildirmədi ki, mən eləmişəm falan, amma haqqını verdi falan. Uf. Bəylam yaxam. Sən kim bu günə qoyur? Dalaşmışam. Mən biraz çox düşündüm. Adillə. Malik Adillə dalaşmısan? Hə. Nə üstə? Bufetdən pul oğruyub gördüm direktora dedim. Səndən başqa kimsə gördü? Bilmirəm. Adil bufetdən pul götürəndə səndən başqa heç kim yox idi bufetdə? Bu nə soru sualdır? Yalan demirəm ki. Yalan desəydim Adilin cibindən 200 manat çıxardı. Üzülürsən. Sadəcə bildin də 200 manatın söhbəti. Çıxart da bu telefonu. Getməliyəm. Bunu izləyəndə bunları başa düşmədən izləmisiniz heç? 200 manatın bu qızın bildiyini falan. Bu qədər gözə soxurlar çünki. Vay gülür. Tamam. Böyük ehtimal buralarda başa düşmüsünüz də yəqin. Nə oldu, danışa bildin? Açmadı. Necə açmadı? Nə bilim, nə açmadı ha? Daşqın. Niyə bu gün döydün? Nə olmuşdu ki? Üz gözü niyə böyüdü? Desən atası döyüb. Sağa güldü. Atası döyüb? Neyse də gedib öyrənərəm mən. Bizim kuru qabaqda bir Tutdu da söhbət onu gülür. atası döyür, o birisi də heç bilmir nə işlə məşğuldurlar. Neyse, gəl gedək, gəl. Gəlin bir dənə sumkanı götürün. Yaxşı. Yox, əfsə tək gələk şkafı düzəltdirək. Sən də bir dənə qız gördün, özü bitirmisən. Bir kişi gərək elədin, dalında dursun da. Deyir şkafı düzəltdirək. Neysə, başım bana. Evə gedə bilmiş şkafı düzəltdirək. Xoş gəlmisiniz, xoş gəlmisiniz. Nətərsiz? Yaxşı ev. Bu qaqaş şey deyil. Bunlar qaçdıları birinci bölümün axırında. Qaqaş da zəng elədi ki, sənin axtardığın adamlar burada yoxdur. Yaxşıyıq. Radnoy. Adın nə sən? Adil. Adil. Sən çalış bundan sonra ancaq öz adıma cavabdeh olasan. Olarmı? Yaxşıyam. Malades. Öyrənsən. Mən də yaxşıyam. Yəni mən də varam ha yanında. Yaxşı keç. Ayaq tərəfdə yenə də biraz rahat olur. Bu parası öyüdü oğlum. Ay qız sən ki orada deyə. Demə də elə. Gör bir tərəfdən gedək. Yox, niyə ki? Gedək də yanına. Niyə bilər ki? Bu qaqaş bu qızın rəfiqəsi ilə danışıb. Rəfiqəsi də yavaş-yavaş bunun qabağına çıxartdı. Qızı itələdi buna.
Olar bir də yesən. Yox, olmaz. Gəl. Qıza bax, hələ var kuruqda belə şəngilin. Kuruq, dairə. Eləşməsin, yaxşı olasın. Daşqın evdədir? Evdədir. Daşqın dostun gəlib. Sən keç, çay gətirirəm. Yox, çay ehtiyac yoxdur. Söhbət eləyəcəyik. Daşqını ultra utandıracaqlar. Oğlum, nə olub sənə? Nə gündəsən? Atın eli. Sən o ki çatmadı da mənə. Valla işin yoxdur sifətində. Bir damcı göyərib. Valla biz nə vəziyyətdə gedmişik. Adam da oğlunu belə döyər. Birinci dəfə deyil ki. Nəyə görə döyüb? Ona səbəb lazımdır bəyə. Orada gözün çox yaxınına vurub ha. Dairə nə əlaqə? Quruq dairət də. Yaxşı fikir eləmin də atad da. Yəqin Soyandan sonra atad. nəsə əsəbləşib gəlib hirsin səndən çıxıb. Dost dairəsi. Amma öz aramızdır. Axır vaxtlar gözümə yaxşı dəymirsən. Elə bir havada uçursan, havalanmırsan. Sağmaçıqdır. Hər şey yaxşıdır. Amma mənə variant gəlmədi ha. Hər şey yaxşı olsaydı bizdən qaçmazdın, burada oturmazdın. Sabir gəldin, gördün. Dur, çıx get, çox sağ ol. Yekə oğlansan, bu qədər yolu gəlmişəm, bir dərdi verirlə, bir köməyimizdə idi. Mənə pul lazımdır, Sabir. Soruş da nə qədər lazımdır? Nə qədər? Get Adilə de. Neyəsən ki pulu? Çox lazımdır, verə bilərsən. Oğlum, mən kimdən nə istəyirəm? Sabir, dur da qardaşımsan, dur, çıx get. Evdən pul uğramısan, niyə günahkar atavı çıxardırsan, Uç vermə get. Sabir. Verməyəcək ki, bu 700 zatdan danışacaq. Qovursan məni? Qovdu da 5 dəfə. Hə, qovuram Sabir, qovuram, dur, çıx get. Bu öz dostlarının qədrini bilmir. Allah razı olsun. Yüngülvari ofisantlığı başlayıb. Sildim utardım. Bu nədir? Ofisant işləməyə çağırdılar bizi. Nə gözləyirdin? Nə bilim. Deyirdim yəqin özləri onlara qulluq eləyərik. Vəziyyət nətərdir? Yaxşı. Yaxşı, nəsə narahatçılığınız var. Bundan olmalıdır. Hə, elə ondandır. Bura həmişə belə boşluq olur. Sən də bura bir də axşam görəsən. Mən uşaq vaxtı maksimum 1 manat zad götürmüşdüm. Gizlin deyir də cibimdən pul götür. Həmişə öz götürəcəyimdən 1 manat artıq götürürdüm. Bilmirəm niyə. Məsələn, pis bir şey deyil 1 manat artıq götürmək. Cibində pul olur əlavədən. Amma birizdə papa sayır. Və mən heç vaxt artıq götürməmişim. Bunları sifarişi səhv etmişəm. Ancaq bunu ikinci masaya verməm, bir daha biz qoş edib. Yaxşı, yaxşı. Qardaş, pivən kim demişdi? Buyur, başqa nə lazımdır? Bu içdiyim viskidən qalır. Olar yəqin. Elə butulkanı gətir. Yaxşı. Bəs. Elə bildim nəsə çəp düşəcək sözləri, amma yaxşı gedir deyəsən şey. O hörmət. O normaldır. Allah Allah. Demək, sənin mənimlə. Ondan belə fikirləşmirdim ya sənin. Az ikil gələcək görsən. Bilmirəm. Allah. Belləyə quruyub bir şey. O qaqaş nə viski içir, bilmirsən? Ora Pərvin baxımından soruşa bilər. Pərvin? Hə. Nə bax, var sayılır. Hala nə çay qoyur? Os bayaqçılar ilk gündə idi, 10 manat tapşıq eləmişəm. Belə 5 sənin, tut da, bu 5 də sənin. Viski də qoyacam olar. Qaqaş. Hə. Bu hambal yükündən birini də gətir. Pivədən? Hə. Hambal yüşündən deyə birində idi. Mən maks götürdüm bir olub. Bizim kursda bir uşaq var idi. Atasının ev üçün yığdığı puldan götürmüşdü. 4-5 dəfə 100 manat üstündə. Yaxşı bir şey deyil də. Məsələn, evdə yüklü bir miqdarlı kartlar var olanda mənə əminliklə verirlər. Deyirlər, bunu bu qədər çıxarılacaq, buna gedəcək, bu qədər ora gedəcək, bundan bu qədər bazarlığa veriləcəksən, bunu edəcəksən. Hər şey gedirəm, özüm riqrovka edirəm, gəlirəm, verirəm kartı, gələ. Hətta mən çekləri də getirirəm, bazardım qədər. Mən çek alan biriyəm, getirib verirəm evə.
ədəbiyyat söhbəti getmirsəkdə ya. Mən yenə gətirirəm. İstəmirlər bu arada, inanırlar mənə. Məsələn, kommunalni falan evdə şeydir. Mən kartıma ödənilir. Mən kartımdan ödəniş edirəm. Kommunalnilərin hamısını ödəyib bağlayıram. Hashtag evdən söhbət getmir. Ədəbiyyatdan, evdən nə idi? Hashtag ədəbiyyatdan söhbət getmir. Ədəbiyyatları mən vurmuram. Evdə vururlar. Amma ədəbiyyatdan söhbət getmir deyəndə nəyi nəzərdə tutdum? Məsələn, Milli öndən hashtag reklam deyil. M10-va pul atırsınız, yenə hashtag reklam deyil. Və yaxud da kartınıza pul atırsınız. Ədəbi falan vermir axı. Və bəzi mağazalar həqiqətən də ədəbi QR-ı ümumiyyətən olmur ya da olursa da gəlmir də ədəbi, bilirsən o mağazaları. Yəni, elə mağazalar var. Amma yenə də gətirirəm də, yəni. Məndən asılı deyil, alıram. Verməyəndə deyirəm, ver də ədəbimi. Ədəbimi deyirəm, çəkinmir. Neyse baxalım. Barış. Bu bölüm çox saxladım. Bu nədir? Yenə söküb qoymusan ortalığa. Aha. Nə bilim, gecələ yenib sırtırsan mənə. Aha. Bəlkə benzini qutarıb xəbərin yox. Sən Allah, bəs. Bilsəydim elə xod deyərdim də. Neynədin? Ha, neynədin? Söhbət eləyə bildin. Nə edirsən, kimlə? O nəydi? Adı yadımdan çıxdı. O nəydi? Taksiyə oturdu getdi. Həll ütüşü deyirsən, hə? O ütüşü. Yox, öyle. Tezdir də, bir şey deyir ki, elə birdən-birə. O münasib məqam düşdün, ondan sonra... Mənim o uşağına yazdığım gəlir etsən. Nə uşaq? Belə anası olanda bədbəxt ya. Ay, nə danışsam, uşaq nədir? Mən boyda deyil. Doğru. Ölməmsən, hə? Nə verim ya? Gör nə deyirəm, başım da çıxmır, deyim ki, qalım kömək eləyim sənə. Soyuq-soyuq xoda gedirik. Qızdır sonra xodda da, sən də öldürmüşsən. Xəstə sən xod deyim ki, qızsın da. Dərs edirsən? Yaxşı elə. Mən gedim. Dərsi və elə mən gedirəm. Səni sevirəm. Ay Allah, bu uşağın dərdi. Aktyordan çox mən dərdləndim. Axşamınız xeyir. Axşamın xeyir, brat. Necədir vəziyyət? Normaldır. Bizimkilər neyini? Acın kiminlər maşallah, bir dəqiqə deyəm var. Görürsən? Bu zəmməli oynadı, yekə oğlansan. Bunu mən oynamışam da. Öz əlimə çəkmə də. Biraz sakit olar. Olar. Belələrini içəri buraxmamaq lazımdır. Çayxana da bura, bərə bir ağıldadır. Ona qalsa gərək etkəsi buraxmıyor. Yığışdırdım. Nətərdir vəziyyət? Gördün, bax, indi öz əlimə çəkdiniz, öz əlimdə də qaldı, məndə də qaldı. Həmişə belə deyirsən, bunu mən oynamışam da, yekə oğlansan. Oyna bax. O viskini istəyən deyil, butulkanı istəyən. Rauf, qadan alım, çox sağ ol. Aha. Hə, xoddandı. Prost niyə belə eləyir? Əvvəllər belə hərdən eləyirdi, indi tez-tez gicləyir. Xoda getmir. Hə, gətirim. Hə, yaxşı gətir. 100% bu pulsuz zat nəsə bir şey eləmək istəyəcək ya da endirim falan. O da qonşu ilə bir münasibətə girmək istəməyəcək. Oğluna görə. Aləm necə bilir? Bu uşağın anası ölər. Axşamınız xeyir. Axşamınız xeyir. Tələsirsiniz? Nəsə olmuşdu? Yox, yəni deyirəm, tələsirsinizsə maşınla da aparım, oturun, gedək. Taksi çağırmışam, narahat olmayın. Taksi çağırmışsınız, atqaz ilin qayıtsın da, mən ölmüşəm bəyəm, qonşuyu apararam da özüm. Çox sağ olun, ehtiyac yoxdur.
Məncə uşaq olar. Hər dəfə də eyni taksi gəlir. Sözünüz vardı mənə nəsə? Yox, daha heç nə, tələsirsiniz də gelin. Sonra rahat danışarıq. Bunlar da çıxıb getsəydilər bağlayardıq. Hoppala, axırıncı müştəri getmir. Adına, mən çıxıb gedirəm də, nəsə problemimiz zadımız yoxdur. Məndə yox. Hoppala, bu da gedir. Yox, amma bilmirəm. Qəşəng. Məndə də. Canavarsın. Və bunları it iyi vura-vura gedəcəklər, baxarsınız. Böyük ihtimal Adil burada yatar. Sana qoyacaqsınız bu üstə. 100%. Nə oldu? Gördün? Hə, bunu adam kimi oynadı ha. Yekə oğlansan, bunu mən oynamışam da. Neçə dəfə demək olar sənə? Ay, burada altı açdın, vurdun. Burada altı açdın, vurdun. Aha, qan düşəcək. Bunu da mən uşaq da bilər. Burada da altı açdın, vurdun. Bax, qaldı əlimdə ala. Ha, apararsan evə. Bundan sonra sənlə damlınla ağız bildin? 10 dəfə altı verirəm sənə, hamısının başından vurursan. Dostum, biraz yavaş oynasaz olar. Gedişinlə məşğul ol. Mən işimi öyrətmə, deyim biraz yavaş oynayın. Lənəsin, çox şeytan, uşaq əlində qalmış. Qaqaş, eləməyin də çıxardaq sizi bayra. Sən kimsən, nə mənim bayra çıxarasan? Normal danış. Ya 2-yə 4 oynayırsınız. Oynaya bilmir, paran gəlim oynayır. Mən normal danışdım. Bununla oynamaq istəyən həqiqətən. Bildin? Ağlın başqa adama getməsin, hə? Tulka başa gəlir. Gece tezi əcəl bizi tapacaq. Biz nə yatdıq ki, nə yuxu görək. Çalışdıq ki, hörmət qazanaq bir də çörək. Gecələr şəhərin gözləri yumulur. Meyid məsciddə, günah küçədə yuyulur. Yalanlar şirindir, həqiqətsə acıdır. Anasını güdüb. Oy zibil. Mikrayonda səhər açılır. Toy yeri daxı bura. Maddələr Ay zibil. Ay zibil. Cik. aparır ağıl. Ananın göz yaşı ağrıdan ağır. İndi qorxuların xəyallarından böyük. Sağlığında oldu dost cininə yük. Qumarda udan. Bu arada Adilin hələ də məsələsi qaldı havada. Yəni mənim dediyim sözlər hələ ki təsdiq olmadı. Azərbaycanın Narmani kilona gəlib xahiş edirəm tez final eləməyin. Eyyal xanım. Fərid də atasının dialoqları, münasibətləri məni öldürür. Şey deyir, TikTokda deyir, nə idi? Arvad deyir, gözləyir. Özü yerdə yatır, dostu kravatda incə detallı. Bir dənə o deyildi incə detallı. Neysə, qəşəng idi. 4-cü bölümdə yaxın zamanda izləyərik. Valla bir dənə mən spoiler zad yeməyim.